Salam, əziz xalqım, əziz Sabirvarlılar. Xahiş edirəm, bu videonu bəyənin və paylaşın. Mən bugün vicdanın səsi ilə dövlətimizin gələcəyi və qanunlarımızın aliliyi naminə sizlərə yenidən müraciət edirəm. Sərvar rayonu 67 saylı seçki dairəsində baş vermiş total saxtakarlıqlar təkcə bir seçki pozuntusu deyil, seçicilərin iradəsinə, dövlətçiliyə və konstitusiyamıza açıq-aşkar hörmətsizlikdir. Dövlət və dövlətçiliyimizə xəyanətdir. Mən açıq şəkildə bəyan edirəm ki, Əhəmən Əmməsonovun deputat seçilməsi prosesi qanunsuz yolla təmin olunub. Müşahidə etdiyim məntəqələrdə cəmi 5-6%, yəni 3000 nəfərdən biraz çox seçici səs vermədə iştirak etdiyi halda, saxta protokollarda 21 mindən artıq səs verməyə gələn seçici göstərilir. Bu, seçki sənədlərinin saxtalaşdırılması, seçicilərin iradəsinin oğurlanması və cinayət məsuliyyəti yaradan haldır. Ən maraqlı və narahat edici məqam isə budur ki, bu cür saxtakarlıqlar təsadüfi deyil. Bu, illərlə dövlət sisteminə yuvalanmış köhnə idarəçilik təfəkkürünün, Ramiz Mehdiyev məktəbinin davamı olan qapalı və köhnə düşüncəli bir dəstənin əməlləridir. Bu dəstə illərlə hakimiyyət içərisində kök salaraq öz maraqları naminə dövlətin nüfuzunu zədələyirlər. Əhliman Əmməsonov da həmin sistemin yerli icraçılarından biridir. Onlar xalqa deyil, bir-birinə sədaqət göstərirlər və bir-birlərini müdafiə edirlər. Mən öz çıxışlarımda və yazılı müraciətlərimdə heç kimə qarşı düşmənçilik etməmişəm. Mən ədalətin və hüququn tərəfindəyəm. Öz haqqımı tələb edirəm. Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib ki, dövlətimizin ölkəmizdə qanun aliliyi təmin olunmalıdır. Mən bu prinsipi rəhbər tutaraq tələb edirəm. Sarabad rayonu 67 saylı seçki dairəsində baş vermiş seçki saxtakarlıqları dərindən araşdırılsın və qanunları pozan hər şəxs vəzifəsindən, statusundan asılı olmayaraq məsuliyyətə cəlb olunsunlar. Ədalət bərpa olunmalıdır. Çünki ədalət susanda dövlətin özü səsidir. Mən susmayacağam. Çünki ədalətin səsi susmamalıdır. Əhliman Əmməsonov, nə qədər ki gec deyil, ərizəni ver, get saxta deputatlıqdan, özünü biabır rüsvay etmə. Mənim sənə yazığım gəlir. Məndən yaşca 8-9 yaş böyüksən, artıq 79 yaşım var. Heç olmasa özünə hörmət elə. Sənin bu yaşda saxta yolla deputat təyin olunmağın ayıbdır. Özün də deyirsən ki, deputat olmaq istəmirdim, məni deputat olmağa məcbur edirlər. Belə çıxır ki, sənə desələr ki, get özünü öldür, sən də gedib özünü öldürəcəksən. Deməli, sənin dediklərin hamısı yalandır. Çünki sən deputat olmazsan, sənin aqibətin Ramiz Mehdiyevin aqibəti kimi olar, sənin karyeranı sona satar, obyektlərin və pulların əldən alırlar və özün də həbs edilərsən. Odur ki, sən nəyin bahasına olursa olsun, deputat olmalısan ki, toxunulmazlıq statusu əldə edəsən və cinayət məsuliyyətinə cəlb olmadan yayına biləsən. Artıq sənin sonun yaxınlaşır. Mən istəməzdim ki, sən Ramiz Mehdiyevin dəstəsində yer alasan. Əziz izləyicilər, aşağıdakı şeir hamımıza aiddir. Əhliman Əmməsonov, sən də bu şeirdən ibrət götür. Çox olma cahan eşinə heyran, öləcəksən. Dünyanın qılıncını edilən can öləcəksən. İbrət gözün aç, heç yerə körənə dolanma. Olsan da yenə Həzrət Loğman öləcəksən. Min il keçsə eş ilə ömrün bu cahanda, bir gün olacaq eşi firavan öləcəksən. Sədi olman, gəl edəsən xəlqə nəsiyyət, ya xatəmi əsr ol edib, ehsan öləcəksən. Dünyaya vəfa yoxdur, özün gözlə əzizim. Aldanma, bu 5 gündə o insan öləcəksən. Nə malın, nə dövlətin, nə də övlad əyalın tutmaz əlini, bir tutar iman öləcəksən. Qəbrin evi zülmətdir, çırağı əməldir. O zülməti sən elə
çırağban öleceksin. Tut eli damanın, el çekme eliden, olsan da yine xaş ile yeksan öleceksin. Əziz izləyicilər, mənim bugünkü çıxışım sona çatır. Hələlik bu qədər. Çıxışlarım davam edəcək. Sizlərə təşəkkür edirəm. 23 oktyabr 2025-ci il.